Sözü verin Ceylan Hanım'a. Hər birinizi salamlayıram bugünkü gün üçün. Sözümü Pul müəllimlə haqqında deyib şöyle başlamaq istəyirəm. Müəllim yalnız dərs deyən 1-2 saatlıq sinif otaqlarında tələbələrlə gün keçirən, təmasda olan şəxs deyil. O, gənclik və zaman arasında körpü yaradıb, sabahın qurucularını hazırlayan, öz şəxsiyyəti ilə nümunə göstərən, millətin məsuliyyətli, millətin gələcəyini düşünən məsuliyyətli bir varlıqdır. Var olun, Mehriban xanım, gözəl müəllimə, bugünkü Xudu müəllimin işinə yığışmışıq. Süzülür misralarım leysan yağan yağış kimi, Xudum ömrün bəzəmiş öz vurduğu naxış kimi, elm, sənət, qoşa qanat, qoşa zirvə, iki işıq, cazibəsi öz sırrı var, hikmət dolu baxış kimi, kristallar quruluşunda ulduz bərqi, ay işığı, yaradanın bəndəsinə ayəsində alqış kimi, vətənin gözəlliyin görüb sevəndə uşaqlar, ümidimiz sabahlara qanatlanar bir quş kimi, hər qayanın, hər bir daşın dili vardı demişdiniz. Bulaq üstə çiçək salan, naxış salan bir daş kimi. Bulaq üstə daş çiçək, ləçəkləri yaz çiçək, dağlar səni qorusun, qərinələr at çiçək. Bu da Məmmədovun bayatısadır bu. Qaynar bulaq, laylalı çay, boynunda bir səs əzizlər. Azadlıqdan söz açarlar açdığınız savaş kimi. Təbiətin xalısında ilmə toxundunuz. Şəklinizdə gözlərini vətənsiz gördüm yaş kimi. İndi şad olur ruhumuz, zəfər nəğməsi dinləyib. Türklə vətən savaşında əkiz olduq, qardaş kimi. Xuduya, əziz xudam, öz sirrindən agah edib, hərdən çəkib sınağa, düzün edib, yoxuş kimi, sınağı çoxdur onun, hey sınayar bəndəsini, iş var, fərqa varmırıq, dolu görünür, boş kimi, dünya şöhrətli oğul, vətən sənlə fəxr eləyir, tarixdə qaldı izin, silinməz qan yaddaş kimi. Ay Rəna, qonaq oldun, ruhumu dinləsin. Anlayar sükutunu, ocağına çağırış kimi,